Salam, olar yanımda oturum. Sənin üçün bilinə, yaxşıca varsan demək nə ifadə edir? Yaxşıca varsan deyə biləcəyin biri varmı? İllərdir görmədiyin, danışmadığın insanlar olur həyatında. Ancaq onları xatırlayanda içindəki səs yaxşıca var deyir. Onun varlığı sənin könlünü oxşayır. Bəs sən özünə nə vaxt yaxşıca varsan demirsən? Bilirsənmi, sənin bu dünyaya gəlməyin üçün səndən əvvəl 254 ulu baba nənən bir-birini sevib, yolları kəsişib. Onların hər biri bugün sənin varlığın üçün zəmin olub. Sən bugün varsan və bu təsadüf deyil. Bunun fərqində olmaq belə yaxşıca varam deməyə dəyər. Gözlərini yum və bircə dəfə ürəkdən yaxşıca varam de. Çünki sən varsan deyə biriləri nəfəs alır. Sən də 254 uludan birisən. Rəbbim, yaxşı ki varsan deyəcəyimiz insanlarla qarşılaşdır bizi.